Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bölgə TV xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda yollardakı vəziyyət: Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində, Ali Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində, Tbilisi prospekti 20 yanvar metro stansiyasından mərkəz istiqamətində, Əbdülvahab Salamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində, Mikayıl Müşfiq küçəsi Badamdar dairəsindən 20 nömrəli məktəb liseyi istiqamətində, 1-ci Göl kənarı yolu Ziya Bünyadov prospekti istiqamətində, Binəqədi şosesi Azadlıq prospekti metro stansiyası istiqamətində, Heydər Əliyev prospekti əsas yol mərkəzi istiqamətində, Heydər Əliyev prospekti köməkçi yol mərkəzi istiqamətində, Ziya Bünyadov prospekti Müzəffər Nərmanov küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində, Koroğlu Rəhimov küçəsi Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində, Afiyəddin Cəlilov küçəsi Yusif Səfərov küçəsi istiqamətində, Üzeyir Hacıbəyli küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər, Yusif Səfərov küçəsi mərkəzi istiqamətində, Rəşid Behbudov küçəsi Mərkəzi Bank istiqamətində, Niyazi küçəsi Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur. Rəna Rövşən qızı, Bölgə TV.